bilim, böyük ehtimal ki, keçən ilklər istifadə edəcək, qiymətlər çox yüksəkdir. İlin sonuna hələ bir ay qalsa da artıq paytaxt mağazalarında yeni ilin nəfəsi duyulur. Hər il dekabr ayı yaxınlaşdıqca mağazalar rəngbərəng işıqlar, bəzəklər və yolkalarla dolmağa başlayır. Amma vitrinlərdə diqqət çəkən təkcə işıqlar deyil, qiymətlər də parlayır. Satıcıların sözlərinə görə bu il gətirilən dekor və şam ağaclarının çeşidi əvvəlkindən daha çoxdur. Yeni il ağaclarının qiyməti 50 manatdan başlayır. Ən çox satılanlar isə 2 metrə qədər olan modellərdir. Bunlar özü birbaşa yığılan yolkalardır, yəni hazırdır, düzəltməyə heç bir aksessuara ehtiyac olmur bunlarda. Bunların qiyməti 85 manata 1.50-lərdir, 1.80-ları 120 manata. Üstündə özünün zavaskoy bəzəyi ilə şişkaları, gilasları üstündə gələn yolkalarımız da var. Adətən bunlar da 220-dən başlayır. Maksimum qiyməti 1500-ə qədərdir. O da hündürlüyündən və obyemundan və çeşidinə görə qiymətlər fərqlidir. 1500 olan hal-hazırda burada vitrinimizdə yoxdur, amma model olaraq arxada olan modeldir. Onun 5 metrəliyidir. Yəni bu modeldir. 5 metrəliyidir. Adətən belə deyim, bahalı yolkaları restoranlar, obyektlər, yəni yeni il şənliyi hazırlayan, necə deyim, agentlər alıb düzəldirlər. Bazarda fərqli yolkalar da görmək mümkündür. Bunun kimi hər iki modeli var, ikisi də eyni formada və eyni işıqlıdır. Qiymətləri başlayır 200 manatdan 280 manata kimi. 1 metr 20 santlıq yolka alsaz 50 manat civarında belə deyək. Onun üstünün bəzətməsi üçün oyuncaqlarla bir yerdə təqribi hardasa 80 manata, 85 manata fonlu yolkanı bəzəmək olar, işıq daxil. Şam ağacları ilə yanaşı aksesuarlar da diqqəti cəlb edir. Qarşı şarlarımız, baxın, belə iki çeşidli olan sarı və qırmızı olan çeşidlərimiz var. Qiymətləri 19 manat. Sonra belə çeşidli olan 25 manat olanlarımız var. Xırda ölçüləri 8 manatdan, iri ölçülər isə 10 manatdan başlayır. Baxın, belə bir şaxta babalarımız var. Qiyməti 60 manatdan başlayır. Belə bunların qiyməti 45 manatdır. Əlbəttə ki, bunun kiçik ölçüsü də var. Aksesuarlı olanlarımız var. Onların da qiyməti 5 manatdan başlayır. Onların 50 metrləri olanlar var. Hardası olacaq 40 manat. 100 metrliyi olacaq 60 manat. Satışda belə fərqli şişmə dekorlar da görmək olar ki, məsələn, bu dekorun qiyməti 80 manat, bu şaxta babanın qiyməti isə 50 manatdır. Satıcılar deyirlər ki, belə dekorlar daha çox ictimai iaşə müəssisələri tərəfindən alınır. Bundan başqa ən bahalı aksesuarlar arasında bu şaxta babanı qeyd eləmək olar ki, bunun qiyməti 320 manat. Bu hərəkətli və musiqili maralın qiyməti isə 800 manata satılır. Alıcılar isə qiymətlərin yüksək olduğunu deyirlər. İndi məsəl üçün burada görürsünüz ki, maraqlı yeni il dekorları var. Yəni bunlardan istəyərdim ki, evimizə alaq. Yəni çox maraqlı dekorlardır. Neçə dedilər sizə bu oyuncağı? Bu oyuncaqlar mənə 50 manata dedilər. Böyüklər də səhv eləmirəmsə 120 manata demişdilər. Zərlərlə, aksesuarlarla almağa gəlmişəm. Nə bilim, böyük ehtimal ki, keçən ilklər istifadə edəcək, qiymətlər çox yüksəkdir. Yolka var, şaxta baba, zər, dekor belə şeylər üçün gəlmişəm. Şam ağacı keçən ilkidir, yoxsa yeni ağacı? Keçən ilkidir. Qiymətlər necədir bəs? Qiymətlər bahadır. Bəs aksesuarlar necə? Maraqlanmısınız? Necə? Bəli, yaxşıdır. Aksesuarlar yenə almaq olar, istifadə etmək olar. Yolkalara və yeni il bəzəklərinə tələbatın dekabrın ikinci həftəsindən daha da artacağı deyilir. Yeni il öncəsi bazar və mağazalarda qiymətlərin dəyişəcəyi isə istisna edilmir. Firuzə Məlikzadə, Vüsal Cəfərov, Xəbər Ertəsi.